Ölkəmizdə böyük qayıdış davam edir. Daha onlarla ailə doğma ata-baba yurduna Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdıb. Zəngilan şəhərində 59, Cəbrayılın Şükürbəyli kəndində 97 ailəyə mənzillərin açarları təqdim olunub. Mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub. Qeyd edək ki, doğma yurda qayıdan ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Sürətlə quruculuq işləri aparılan, işğaldan azad olunmuş ərazilərin bir çoxuna qayıdan sakinlərlə yanaşı, təhsil alanlar, çalışanlar da nəzərə alınmaqla artıq 80 minədək insan yaşayır. Zəngilan rayonundan 1993-cü ildə məcburi köçkün düşmüşük. Hazırda verilmiş evlərdə məskunlaşmışıq. Çox məmnunuq. Çox sağ olsun prezidentimiz, var olsun, bizə bu şəraiti yaradıb, bu sevinci yaşadıb. Mən Zəngilan məcburi köçkün düşəndə 1-ci sinifdə oxuyurdum. İndi isə 41 yaşım var. İndi bura özüm müəllimə kimi qayıtmışam. Mən həmişə deyirəm ki, mən elə bilirəm ki, Zəngilanı məndən çox sevən yoxdur. Elə bil ki, yenidən həyata doğulmuşam bura gəldiyimə görə. Mənzilimiz də çox gözəl tikilibdir, göz qabağındadır, heç nətər deyim, hər şeylə gözəl təmin olunmuş, yəni yaxşı tikilmiş binalardır. Mən mülkiyyətdən çıxanda 13 yaşım var. Bugün artıq 46-47 yaşında dönmüşəm evimə. Çox gözəl, hər şey yüksək səviyyədə təşkil olunub. Artıq gördüyünüz kimi əşyalarımızla gəlmişik, biz burada yaşamağa davam edəcəyik inşallah.